Привет! Mən Fidan Türksoy. Deməli, öncəki 2 videoya baxmısınızsa, artıq keçən ay, bu ay və s. sözlər necə deyilir bilirsən. İndi gəlin gələcək zamanından danışaq. Daha doğrusu, следующий месяц, gələn ay. В следующем месяце, gələn ayda. До следующего месяца, gələn aya kimi. Sa следующего месяца, gələn ayda. Bəs yaxşı uşaqlar, necə deyirsiniz rus dilində gələn aya? Zəhmət olmasa şərh bölməsində yazın. Gəlin nümunələri quraq. Deyirsiniz ki, mən gələn aya kimi 5 kilo arıqlamalıyım. Ya до следующего месяца должна похудеть və yaxud должен, əgər kişi deyirsə, похудеть на 5 килограмм. Я до следующего месяца должен və yaxud должна похудеть на 5 килограмм. Gələn aydan mən xaricdə yaşayacağım. Со следующего месяца я буду жить за границей. Со следующего месяца я буду жить за границей. Gələn ayda baxarıq. В следующем месяце посмотрим. Uşaqlar, gündəlik sizə lazım olan cümlələr soruşursunuz. Kaş ki elə bir kitab olaydı. Var. İkinci kitabı. Mütləq əldə edin, inanın ki, mənə sağ ol deyəcəksiniz. Yəni, bu cümlələrin, hətta bundan qat-qat çox cümlələr, gündəlik həyatda sizə lazım olan cümlələrdən ibarət, bir daha deyirəm, olan bir kitabdır. Sadəcə mütəmadi olaraq sözlər əzbərləyirsiniz, cümlələr əzbərləyirsiniz və faydalanırsınız. İnanın ki, hər bir cümlə o cümlələrdir ki, siz gündəlik həyatınızda 100 dəfə istifadə edirsiniz. Sadəcə rus dilində bilmədiyinizə görə problem yaşayırsınız. Əldə edin çox sərfəli qiymətə və başlayın öyrənməyə.